Dostlar salam. Əhmədli qəsəbəsində yerləşən növbəti qazanxanamız haqqında sizə danışmaq istəyirəm. Ev çoxdan tikilmişdi və burada qravitasion sistemdir. Yəni köhnə sistemlərdəndir ki, hansı ki su qızdırılırdı, nasossuz göndərilirdi yuxarı. Yəni su özü konveksiya vasitəsilə isti su yuxarı qalxırdı və oradan bütün radiatorlardan keçərək qazana qayıdırdı. Bu sistemi modifikasiya ediblər və ona artıq qapalı sistem eləmişik və bura Emergas Victrix V2 modeli qoymuşuq. Bu 51 kW-lıq qazandır, kondens tipli. Sistemə 2 ədəd nasos qoymuşuq və bir boiler qoymuşuq. Boiler 200 litrlikdir. Evdə cəmi 2 sanitar qovşaq. Qeyd etdiyim kimi sistem köhnə sistemdir və bütün borular demək olar ki, poladdandır. Bilirsiniz ki, polad da koroziyaya uğrayır və onun çöküntüsü olur. Qazanı qorumaq üçün Magna Clean professional maqnitli filtrini qoymuşuq, AD-in və adi filtrimiz də var burada, klassik filtr. Amma bu filtr maqnitli saxlamır, ona görə də biz bu cür filtr qoymuşuq. Videonun üst hissəsində yarım saat iş ərzində filtr nə topladığını sizə göstərəcəm. Ondan sonra bura hidravlik bölücü qoymuşuq və 2 ədəd nasos. Nasosun biri istilik sisteminə işləyir, digəri isə boilerin serpentinini qidalandırır. Bütün bu sistemi bu qazan idarə edir. Yəni bu qazanın xeyli çıxışları var. Nasosları da o yandırıb söndürür. Yəni ümumiyyətlə bütün istiliyə nəzarət edir, nasosları yandırıb söndürür və hətta burada təzyiq düşərsə nasosları da saxlayacaq və beləliklə də onları da qorumuş olacaq. Sistem növbəti prinsiplə işləyir. Yəni boilerdə sensor var. Boiler soyuyanda qazana komanda gəlir, o istilik sisteminin nasosunu söndürür və boilerin nasosunu işə salır. Maksimum gücünə çıxır və 85 dərəcə ilə boileri qızdırmağa başlayır ki, qısa müddət ərzində isti suyu qızdırsın. Boilerdə temperatur lazım olan temperatura çatdıqda yenə də boilerin nasosunu söndürür və istilik sisteminin nasosunu işə salır. Yəni bu qədər asan. İstilik sisteminə nəzarət buradakı sensor vasitəsilə həyata keçirilir. Qazan hələ bunu tam bilmirəm nə üçün lazımdır, amma burada sensor var və qazan bu sensor vasitəsilə temperatura nəzarət edir. Bildiyiniz kimi yeni modeldir, ona görə də hələ tam bəlli deyil. Gələcəkdə daha dərindən deməli öyrənib sizə məlumat verəcəm bu haqda. Burada elektrik şitimiz var. Bir avtomatik açar deməli bizim qazanımızı qoruyur. Digər isə buradakı elektronikanı qoruyur. Burada 2 ədəd relay var. Qazan relayləri yandırır, söndürür. Relaylər də öz növbəsində nasosları yandırıb söndürür. Burada 3 ədəd indikatorumuz var və bir səs siqnalımız. Səs siqnalımız qəza haqqında xəbərdarlıq verir. Yəni hər hansısa bir xəta kodu çıxarsa, buradan səs siqnalı gəlir. Bu yaşıl gördüyümüz işıq onu bildirir ki, nasos hal-hazırda istilik sistemini işlədir. Burada görə bilərsiniz ki, radiator yazılır, boiler və alışma. Sarı lampa yananda bilirik ki, qazan boileri qızdırır və göy lampa da onu bildirir ki, bizim odluğumuz yanır. Yəni qaz yanır qazanın içində. Hal-hazırda bunlar işləmir, biz servisi gözləyirik ki, gəlib qazanı işə salsın. Yeri gəlmişkən qazanda hal-hazırda dezaerasiya funksiyası işləyir. Qazan özü işə düşüb, sistemdən havanı çıxardır. Nasos fərqli tezliklərdə və fərqli surətlərdə işləyərək sistemdəki havanı ora-bura belə deyək ki, çalxalayır sistemi və belə də bu funksiya vasitəsilə havanı çıxarır. Bu qədər dostlar, özünüzə yaxşı baxın, yoxdur qoy qalıb.